Xoş gəlmişsiniz Yaşar müəllim. Bura bax ay qız. Sən mənim əsəbimlə oynama, onsuz da səbrim daşıb. Ay üzünüzə 2 dəfə xoş baxdım deyə ayağınız yer aldı sizi. Bax belə. İç yüzün açıldı. Osu gəlib burada mənə nəzakət tamaşaları oynayırdı. Bu sonda sən. Hə, bu ya! Eləmə ki, bundan da pis üzümü göstərim sənə. Adam kimi dedim, başa düşmədiniz. Get, bugün qızı evdən çıxart. Məni qorxudursan. Mən bu dünyanın o üzündə görmüşəm, bu üzündə ya da mən heç nədən qorxuda bilməzsən. Məsələn ki, könül deyilməyə. Balaca bir tikan atmış ağzımıza elə bir ki, susacağıq. Pul istəyirdin, verirdin də. Nəyinə inanım mən sənin? Hə? Sən normal adamsan, mən sənə inanım. Və sən o başdan xarab oğlun normaldır. Onun bunun yanında özünüzü vicdanlı namuslu göstərirsin. Minden oyundan çıxırsınız. Ağzımı açma mənim. Güya sən normal adamsan. Gördüm də qızıqa verdin tərbiyəni. Elənəm o uşaq əlinizdən alım, sizi də elə yox eləyərəm. Elə bil heç vaxt bu dünyada olmamısınız. Ay sağ ol. Görsən necə dilin açıldı. Gərək mən səndən əvvəldən belə danışırdım. Sən niyə özünü belə namuslu adam kimi aparırsan? Mən bilmirəm ki, sən hansı yuvana quşusan, hə? Səni əzmək mənim əlimdə 2 vur 2-dir, məcbur eləmə. Görək də, kim əzir? Qatanət, mən bilmirəm sən beynində nə planlaşdırırsan, amma onu bil ki, bu iş baş tutasıdır. Hər şey pisliyə doğru gedir. Bugün sabah cəmaət xəbər tutsa bunun altından çıxa bilməyəcəyik biz. Mən heç nə planlaşdırmıram. Mən balamın xoşbəxt olmaq istəyirəm. Qapağı qoy başla, fikirləş. Qulaq, əgər mənim qızımın başından bir tüp əskik olsa ya, dünyanın başı üzə uçurlar. Xoş getdin. Qatanət. Dedim, xoş getdin, danışılacaq söhbətimiz yoxdur.